Herkese salam. Bugün sizlerle bir Clash of Clans videosu çəkəcəm. Daha doğrusu Clash of Clans hesabımı satıram. Onun videosunu çəkirəm. Hesabımı tanıdacağım sizlərə. Hesab doğrudan da çox mükəmməl, çox gözəl bir hesabdır. Pula ehtiyac olduğu üçün satılır. Yəni Clash of Clans həvəskarları üçün bu oyunu ən dərin incəliklərini bilənlər üçün bu qiymətə bu hesab doğrudan da çox gözəldir. İdealdır hətta. Hesaba pul qoyulub, yəni həqiqətən pul qoyulub, zəhmət çəkilib. 2016-cı ildən bəri hesabın ilk sahibiyəm, sıfırdan özüm yapmışam. Sadəcə 2 il əsgərlikdə olmuşam, hesab ona görə biraz. Yoxsa bu dəqiqə 17 max olardı böyük ehtimal. 16-ya keçilib, 16-da işlər görülüb, divarların bir hissəsi artıq 17-ci səviyyədir. Savunmalardan KS-çarlar və büyücü kuleləri full olub artıq. Kahramanlarda işlər var, onlar görülür. Başka arka planlarda gördüğünüz gibi orman arka planı var. Büyülü arka plan var. Bunlar zaten orijinal üzerinde gelir. Balqaba mezarlığı var. Bunlar pulla alınıb hamısı. Karlı gün var. Qış temalı. Çok güzel bir arka plandır. Daha sonra piksel arka planı var. Bu da üzerinde gelip. Sihirli tiyatro arka planı var. En sevdiğim arka planlardan biri. Daha sonra hayalet arka planı var. Mısır arka planı var. Qədim Misir temalı. Və sonda Clash oyunları stadion temalı bir arka planda var. Gördüğünüz gibi arka planlar boldu, yani həqiqətən boldu. Daha sonra kahramanlar salonuna gedək. Gördüğünüz gibi Barbar Kralın Samuray Kral efsanevi bir arka plan. Bunu 10 dolar, kaçımlar 10 dolar olan vaxt almıştım. 2 tane yok, 1 2 3 4 tane de kahraman kraliçe kostümü var. Hamısını bundan almışam. Bunu bu sezonun Royal Pass'ı açıqdır. 2 tane de bundan var. Bir tane efsanevi koruyucu var. Bunu da bundan almışam. Mısır şampiyonunun kostümüdür. Gördüğünüz gibi hesapta dolu her şey var. Profili göstereyim. 220 level. Yani profili görürsünüz. Demək olar ki, əsgərlər max olur yavaş-yavaş. Və 10 level klan da üzərində verirəm. Yəni 10 level mənim klanımdır. Yəni bu klanda üzərində verirəm. Yəni doğrudan da Azərbaycanın Clash bazarı ölüb. 50 manata, 30 manata hesab axtaranlar zəhmət olmaz yazmır. Çünki çox əmək verilib, çox pul qoyulub hesaba, çox zəhmət çəkilib. Dekorasyonlardan, eğer dekorasyonlara həvəsi olan biri varsa, bu hesab həqiqətən tam ona görədir. Yəni dekorasyonları hansı birini desəm bilmirəm. Yəni o qədər dekorasyon var ki, hətta sığışmayanlar belə var. Onlar da buradadır. Göstərim sizə. Yəni bir dəqiqə. Bəli, bu belə dekorasyonları bura yığmışam hamısını. Gördüyünüz kimi hamısı buradadır. Yəni dekorasyon həqiqətən çoxdur. Daha sonra sizə hayvanlar da max'ı. Bir de ekipmanlar var ki, ekipmanlardan dev eldiven var. Daha sonra ve alev topu var ki, efsanevi ekipmanlardan biridir. Belə dost, hesaba 200 manat qiymət deyirəm. Təbii ki, buna çox deyənlər olacaq, baha deyənlər olacaq. Yəni sonu 200 manatdır. Yəni bu qiymətə hesaba 100 manatdan çox pul qoyulub. Digər 100 manat hesabın öz qiymətidir yəni. Ona görə də yəni real alıcılar əlaqə saxlayırlar. Hal-hazırda inşaat gedir. Monolit, Klan Kalesi falan hamısı təmirdədir. Cəhənnəm koyurlar zat. Büyülü öylərdə də gördüyünüz kimi boldur, yəni hər şey boldur. Plus 173 lig madalyası da var. İstədiyiniz şey ala bilərsiniz burada. Elə dostlar, özünüzə yaxşı baxın. Real alıcılar videoda qeyd etdiyim nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərlər. Hələlik.